Masazır qəsəbəsinə hal-hazırda Masazır qəsəbəsində sizlərə şəxsi özü üçün tikilmiş belə bir gözəl 3 mərtəbəli kupçası olan belə bir gözəl villa təqdim edirəm. Yay üçün oturmağa bisetkası var. Torpağı böyükdür. Ümumi 9 sotdur, amma sənəddə 7 sotdur. Evin içi 520 kvadratdır. 15 ilin evidir. Manqalı da var. Manqalxananın arxası qarajda maşın üçün. Evin 4 tərəfinə də hərəkət eləmək olur. Evin tikiliş haqqında məlumat verim. 12 ədəd beton kolondan istifadə olunub. 18-də 22'li armaturdan istifadə olunub. Damın altına kimi monolit betondur. Yəni bu sözün anlayışını bilənlər bilir söhbət nədən gedir. Həyəti budur, ağacları var. Masazır qəsəbəsində Bakı-Sumqayıt yoluna yaxın. Yay mətbəxi var. Bunu göstərəcəm. Çalışacağım videonu qısa şəkildə göstərim. Gördüyünüz kimi yelləncəklər də var. Bu yay mətbəxi buradadır. Evin içi çox gözəl təmirləndir. Bu yay mətbəxidir. Burada yay üçün nəzərdə tutulmuş əl su kranıdır. Burada da möhtəşəm bir yelləncək var. Ev çox həcmlidir. Bir daha vurğulayım. Evin içi 520 kvadratdır. Evin arxasını da göstərim. Burada bizdə isitmə, yəni evi nə cür isinir? Katelni vasitəsilə isinir. Yəni kombi deyil, böyük bir katelnidir. Bilənlər bilir o nə deməkdir. Evin təmiri də gözəldir. Bu da katelnisidir. İçi də gözəldir. 6 otaqdır. Qiymət 550.000 manat. 550.000 manata Masazır qəsəbəsində 9 sotda 6 otaq, 3 mərtəbə, içi 520 kvadrat olan belə bir gözəl həyət evi göstərirəm və keçək evin içini göstərim. Baseynasına kimi evin içində var. İçərisinə daxil olmuşuq. Arkadır. Burada fıstıq ağacından yığılmış pləkan, pləkanın altı betondur. Belə bir məlumat verim ki, bu evin hər bir mərtəbəsi monolit betondur. Damın altı da monolit betondur. Döşəmə qranit, altı isti döşəmə giriş qapısı və keçək birinci mərtəbənin belə bir ayrıca giriş qapısı var. Əlavə bizi burada mətbəx qarşılayır. Mətbəxin hər bir təchizatı var. Nə görürsək də hamısı qalacaq. Mətbəx bu qaydada belə bir mətbəx və birinci mərtəbədə əlavə mətbəxin yanında belə bir paltar dolabıdır. Əlavə ikinci bir orada da paltar dolabı var. Bir dənə yataq otağımız var burada. Böyük həcmli. Bir daha vurulun. Evin içi 520 kvadratdır. 9 sotda qiymət 550.000 manat. Evin bütün iç divarları belə qoşa daşdı. Hətta katlaban formasında tikilişi olub. Burada bizdə bir qədər əvvəl dediyim kimi baseynasıdır. Gördüyünüz kimi böyük baseynadır və pəncərələri var. Əlavə burada sanitar qovşağıdır. Evin çöldə ehtiyat su anbarı var. 12 tonluq. Bu da Rus hamamıdır. Demək olar ki, az istifadə olunub. Baseyna bu qaydada olmayanlara qismət 550.000 manata bugünkü gün çox gözəl qiymətə satılır. Özü də kupçalı, şəxsi özü üçün tikilmiş bir ev və qalxaq yuxarıda olan digər şəraiti göstərim sizə. Bir daha vurğulayım. Evimiz 6 otaqdır. Evin otaqları çox böyükdür. Pləkan fıstıqdır. Pləkanın inşası çox mükəmməl olub. Bir dənə sadəcə buna baxmaq bəs eləyir. Və videonu çalışacağım ki, qısa şəkildə göstərim. Evin içində 2 dənə mətbəx var. Çöldə də mətbəx var yay üçün. Evin içində də ayrıca mətbəx var. İkinci mərtəbənin belə bir görünüşüdür. Qonaq otağıdır, yataq otağıdır, hamam otaqları yuxarıda ayrı-ayrıdır. Bu mətbəxdir. Mətbəxin ümumi girişidir buradan. Və bu mətbəxin bu hissəsindən yekə qonaq otağına da əlavə bir dənə də giriş qapısı qoyulub. İçi görüntüsü qapının nəticəsi gözəl hündürdür. Belə bir qonaq otağı tam təmir. Belə bir oval formada pəncərə hissələridir. Çox şıqlı bir evdir. Parketdir. Döşəməsi. Evdə kondisionerlərdən kimi hamısı qalacaq. Mitsubishi kondisionerlərdir. Qoşa qapı, qonaq otağı. İstərdim burada bir daha göstərim qonaq otağını. Və belə hamısı qalacaq. Videonu izləyirsinizsə, bəyənməyi də unutmayın. Şərh bölməsi şərhlərinizi qeyd edərsiniz. Masazır qəsəbəsində Bakı-Sumqayıt yoluna yaxın bir ərazi yerləşir. Qiymət 550.000 manat. Hamam otaqlarını göstərim. Hamısı tam təmirdir. Evə xərc qoyulası bir işi yoxdur. 15 ilin evidir. 15 ilin evidir. Möhkəm tikilmiş bir evdir. 18'li 22'li armaturla inşa olunur. Bu da yataq otağıdır.
Döşəmə parket, böyük pəncərələr, mükəmməl. Kanalımıza abunə olun. Gələcəkdə belə gözəl evlərimiz satışa çıxanda inşallah sizlər izləyəsiniz və sonuncu mərtəbəni göstərəcəm. Ümumi sonuncu mərtəbənin pilləkən hissəsidir. Hər bir girişin bu hissədə, 3-cü mərtəbədə ayrıca yenə də giriş qapısı qoyulub. Bir daha vururum, evin 2 mətbəxi var, içində, çölündə də mətbəxi var. 2 dənə də böyük eyvanı var. Sonuncu mərtəbədə olan eyvanı, yəni balkonu göstərim. Yeri mükəmməl, hündürdür. Çox gözəl hündür yerdir. Burada nəmişlikdən söhbət gedə bilməz. Masada digər həyət evlər gördüyünüz hamısı çox aşağıdadır. Yerləşməsi çox super bir yerdədir. 550 min manata deyilir. Yüngül bir endirim olunacaq. Nağd satılır. Kubçalıdır. 6 otaqdır. Bu bizim sonuncu yox, daha doğrusu yuxarıda olan birinci yataq otağıdır. Evin ümumi 5 ədəd yataq otağı var. 5 ədəd. Burada digər yataq otağıdır. Yuxarı mərtəbədə döşəmə tam şəkildə parketdir. Burada bizdə böyük bir yataq otağıdır. Böyük yataq otağı, böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Master room, master bedroom deyilir bunlar. Burada da yataq otağının içində özünün ayrıca hamam otağı var. Bax belə. Və sonuncu göstərəcəyim yer bu 3-cü mərtəbənin ümumi hamam otağı. Masazır qəsəbəsində sizlərə 550 min manata 9 sotda kubçalı 550 min manata belə bir 6 otaqlı həyət evi göstərdim. Alına sadan Allah verim versin. Sonra bizdən təşəkkür edirəm.